Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, sözü gedən qanun layihəsi artıq Milli Məclisdə birinci oxunuşda qəbul edilib və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə göndəriləcək və bu qanun layihəsi, yəni mənzillərin enerji effektivliyi üzrə pasportlaşdırma bu qanun layihəsi yeni tikilməkdə olan və artıq əsaslı şəkildə təmir olunan mənzillərə şamil olunur. Daha ətraflı ümumiyyətlə bu qanun layihəsi nəyi özündə ehtiva edir və bunun məcburi olmasının arxasında dayanan məqamlar hansılar? Təfərrüatlı informasiyanı ilə hazırda qonağım əmlak eksperti Elnur Fərzəliyevdən alacağıq. Xoş gördük Elnur bəy. Suallarımıza cavab sizdən eşidək. Hal-hazırda ölkəmizdə 10 minlərlə çoxmənzilli yaşayış binaları mövcuddur ki, onların böyük bir hissəsi keçmiş Sovetlər dövründə inşa olunub. Lakin 90-cı illərdən bu günə qədər inşa olunan çoxmənzilli yaşayış binalarının sayı da kifayət qədərdir. Köhnə tikili binalar bir dövrə qədər hər bir mərkəz istiliklə təmin olunsa da, lakin zamanla həmin qazanxanaların sıradan çıxması vətəndaşları məcbur edib ki, evlərini ümumi istilik sistemi ilə deyil, kombi aparatlarıyla qızdırsınlar. Həmçinin yeni çoxmənzilli yaşayış binalarının da az bir hissəsində mərkəzi istiqamət olsa da, lakin əksər hissəsi vətəndaşlar mənzillərini qızdırmaq üçün kombilərdən istifadə edirlərsə ki, bu da ekoloji baxımdan hər bir mənzildə istifadə olunan kombi aparatından xaric olunan zəhərli qazlar havaya dolmaqla ekoloji bir bərbad vəziyyətə gətirib çıxartmaqla bərabər həmçinin insanların da sağlamlığına mənfi təsir göstərir. Başqa bir tərəfdən isə hər bir mənzil sahibi qış aylarında kombidən istifadə etməklə külli miqdarda vəsait xərcləmiş olur. Bundan əlavə yay aylarında belə vətəndaşlar məcburən kondisionerlər qoşmaqla əlavə külli miqdarda vəsait ikisinə gətirib çıxarır. Yeni texnologiyalara baxsaq, artıq xarici ölkələrin böyük bir hissəsində çoxmənzilli binalarda və fərdi yaşayış evlərində daha çox günəş panellərindən istifadə olunur ki, bu vətəndaşların enerji itkisinin qarşısını alır. Başqa bir tərəfdən isə yeni texnologiyalara əsasən inşa olunan yeni çoxmənzilli yaşayış binalarında xüsusi texnologiyalarla hazırlanmış tikinti materiallarıyla izolyasiya olunmaqla həmin binalardan enerji itkisinin qarşısı alınmış olur. Yəni, binalar xüsusi tikinti materiallarıyla izolyasiya olunur və bu zaman mənzili qızdırdıqda və yaxud soyutduqda həmin izolyasiya vasitəsilə həmin istinin və soyuğun mənzildən qısa müddət ərzində xarici olmasının qarşısı alınır. Bu da vətəndaşların əlavə pul itkisinə, başqa bir tərəfdən isə əlavə enerji itkisinə qarşısını almış olur. Təşəkkür edirəm. Çox sağ olun. Ətraflı şəkildə məsələni bizə izah etdiyiniz üçün bir daha xatırladım ki, deyim ki, artıq Azərbaycanda enerji effektivliyi üzrə, yəni yeni tikilməkdə olan və artıq əsaslı şəkildə təmir olunan mənzillərdə bu istiqamətdə pasportlaşdırma həyata keçiriləcək və bunun üçün də hər kvadrat metr üçün müəyyən bir məbləğ təyin ediləcək və bu da bu proseslə məcburi şəkildə olacaq. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə, məlumatları bizə ötürdüyün üçün və ekspert rəyi də aldığın üçün.